Günəş şüaları təbii D vitaminidir deyirlər, amma müəyyən səbəblərə görə bir çox insan bu şüalardan tam olaraq faydalana bilmir. Ona görə də həkim məsləhəti olmadan apteklərdən D vitamini preparatları alırlar. Bəs görəsən bu vitamini hər kəs qəbul edə bilərmi? Və ya qəbul edirmi? Həkim məsləhəti olmadan da mən bəzən qəbul edirəm, müəyyən vaxtlarda. Biz uşağımıza istifadə edirik, amma ki, həkim məsləhətindən əlbəttə ki, həkim məsləhətindən icazəsiz məncə qəbul etmək düzgün deyil. Almışıq, istifadə eləmişik, ancaq bir müddət bundan qabaq hal-hazırda istifadə eləmirik, övladımız üçün amma istifadə edirik. Apteklərdə müxtəlif ölkələrin istehsalı olan fərqli dozalı D vitaminləri var. Gün ərzində bunları alanların sayı da kifayət qədər çoxdur. Lakin istənilən halda bu vitaminlərin qəbulunda həkim məsləhəti vacib şərtdir. Olur xəstələr, hansılar ki, gəlib özləri hansısa vitamin D-ni istəyirlər və yəni qəbulunu istəyirlər. Amma ki, bunu bilməlidirlər ki, onun əvvəlcədən onun yəni qəbulu üçün həkim məsləhətindən istifadə eləmək lazımdır. Çünki onun normaları var və o normandan keçəndən sonra o toksiki effekt verə bilər insan orqanizmində. Sadəcə uşaqlar deyil, həm də böyüklər bu vitamini həkim məsləhəti ilə qəbul etməlidirlər. İlk növbədə isə təhlillər aparılmalıdır. Əgər D vitamini çatışmazlığı aşkarlanarsa, bu zaman həkim tərəfindən həmin şəxsə bu vitamin təyin edilir. D vitamininin çatmamazlığı ilə bərabər onun qanda artıq olması, hiperdoz deyirik biz həkimlər ona. Onun hiperdozası da orqanizm üçün çox təhlükəli bir şeydir. Tutalım ki, orqanizmdə D vitamini 30-70 arası olmalıdır. Bəzən insanlar nəzarətsiz, düzənsiz, çox içərək onu 70-dən də yuxarı qaldırır ki, bu isə bəzən geri dönməz fəsadlardan nəticələnə bilər. Böyrəklərdə, sümüklərdə, beyində, daxili orqanlarda geri dönməz fəsadlar əmələ gətirə bilər. Günəş işığı, balanslı qidalanma və həkim nəzarəti D vitaminini düzgün şəkildə almağın ən etibarlı yollarıdır. Özbaşına qəbul isə sağlamlıq üçün fayda yox, fəsad yarada bilər.